Hamı bir-birini təbrik edir bugün. Hamı da qoyun atır. İnanın Allaha deyirəm, mənə atılan qoyunların saysaydım sayı, bir neçə min qoyun atdılar mənə şəklini. Qurban bayramınız mübarək olsun. Cəmi bircə nəfər mənə 100 manat atdı, 100 manat. Və dedi, bayramın mübarək olsun. Bircə nəfər, yaşlı kişidir, elə, imkansız adamdır. Nəsə, 100 manat atdı, dedi, bayramın mübarək olsun. Bircə nəfər. Hamı mənə qoyun atdı. Dəyərli vətənlərim, bu nə bayramdır bu Qurban bayramı? Bunun İslamla yaxından, uzaqdan, müsəlmançılıqla, İslamla əlaqəsi yoxdur. Sadəcə geri zəkalı müsəlmanları soymaqdan başqa bunun bu dinlə, imanla bir əlaqəsi yoxdur. Yenə deyirəm, açın Yusif Peyğəmbər kinosunu, gedin tarixi oxuyun. Azərbaycan yazılan yox, Rus dilində yazılanı oxuyun, İngilis dilində yazılanı oxuyun. Azərbaycanda insanlıq yaranandan qısa müddət sonradan, yəni 1000 illər, 10.000 illər, 10.000 illər bundan qabaqda Tanrıya qurban verilirdi. Tanrıya qurban verilirdi. O vaxtı qurbanlar daha çox insanlardan olurdu. İnsanlardan olurdu. Məhz bunun qarşısını almaq üçün xüsusilə geri zəkalı tayfalar, geri zəkalı Afrika qəbilələr, tayfalar var idi. Yağış çox yağdı, qurban kəsirlər, adam qurbanları kəsirlər, zəiflərin başını kəsirlər. Aynən gün çox oldu, zəiflərin, quraqlıq çox oldu, zəiflərin başını kəsirlər. Ay şimşək çox çaxdı, zəiflərin başını qurban kəsirdilər. Ana, kəsirdilər. Gedin hələ Yusif Peyğəmbər kinosunda hələ mədəni göstəriblər, mədəni göstəriblər. Gedin baxın o. Tarix oxuyun. Sonradan İsmail qurban deyirlər. Güya 15 yaşında uşağını gecə yuxuda deyirlər bunu Allah'a qurban kəs. Geri zəkalı getdi qurban kəsməyə. Göydən bir dənə qoyun göndərdilər. Nə bilim, göydən qoyun tullandı düşdü başına. Siz dəlisiniz. Axmaqsınız. Axmaqsınız. Nə qədər də çox dinə, imana bağlısınız, o qədər çox cadu əməl tutur sizi. Ay qadın olayım, ay başına dönüm, ay qurban olum sana. Əvvəllər qonşu ilə qonşu dalaşanda, bir iş yerində dava gedəndə, müəllim, tələbə, müəllim, direktor, müəllimlə, qonşu ilə, əmoğlu, dayoğlu, hamı qaçardı polisə, prokurora yazardı. Qadın olayım, hamı indi qaçır cadugara. Hamı qaçır cadugara. Dua, əməl eləyir, cadu elətdirir. Neredeyse elə bir evlilik tapanmazsınız ki Azərbaycanda. Onun kimsə pusqudadır o güzgüsünün qırığını mı, paltarının o gəlinliyinin, nə bilim, sapının düyməsinin bir parçasını götürmək istəyib, cadu elətdirmək istəməyən adam elə bir toyda tapanmazsınız Azərbaycanda. Azərbaycanda tapanmazsınız. Çöpçüyə getməyən adam. Dünyada bir dənə çöpçü Azərbaycandadır. Almaniyada da var da, başına dönüm, Almaniyada olan cadu dünyanın heç bir yerində yoxdur. Heç bir yerində. Cadu 1000 illər qabaq yaransa da, cadu Almaniyada təsdiqini tapır. 200 il bundan qabaq, hələ mən bildiyim qədərlə 250 il bundan qabaq, İtaliyada Astor ailəsi çıxdı, onlar cadu əməldə məşğul idi deyə, həmən onları İtaliya ölüm hökmünə çıxartdılar, öldürməyə, ölüm hökmü çıxarıldı İtaliyada. Onlar hamısı qaçdı, gəldi Almaniya onlara sığınacaq verdi, 250 il buna. Və burada o cadunu qanunlaşdırdılar. İndi onlar dünyanın ən böyük ailələrindən biridir İngiltərədə. Amma sözüm indi ondan getmir. Siz elə biz Azərbaycanda da cadu, Azərbaycanda nə cadu, Morakkoda cadugar deyim sizə, cadugar. Buğda nədir? Timsahı divara dırmaşdırır. Timsahı divara dırmaşdırır, patoloqa çıxardır. Nə danışırsınız? Nə danışırsınız? Morakkodur, nədir ora? Uşaqlar o gün Alman uşaqlar söhbət edirdi bizim uşaqlarla. Nə danışırsınız bu? Adicə elə cadu eləyirlər, bir dənə kukla. Baba, bir dənə kukla. Kimisə məhv eləmək istəyir, kimisə məhv eləmək istəyir. Bir dənə kuklaya onun canını, onun duasını, cadusunu o kuklaya hökmünü eləyir. Adamın xoşu gəlmədi, eləmi? Qolunu belə qatlayan kimi qolu qırılır. Dünyanın harasında olsa qolu qırılır. Adama belə pis çıxmasın. Nə bilim, başına nə oynaşsa, o kuklanın başına nə oynarsa, ancaq müəyyən şeylər oynaşa bilər də. Kuklanı suya salıb boğsa, adam bir həftəyə, vannada kimsə vannada boğulur. Ay qardaş, cadu evləri ailəsi Arzuman. Ay qadınların, cadunun ən az olduğu yerlərdən biri Azərbaycan olsa da, ən az olduğu, ən cılız, zəif olduğu. İnanın Allaha deyirəm, Azərbaycanda
insanların cadugarlara meyl eləməsi dünyanın hər yerindən çoxdur. Hər yerindən.